Salam hörmətli izləyicilər. Yəqin ki 1986-cı ildə Çernobıl Atom Elektrik Stansiyasında olan partlayış haqqında çoxlarımızın məlumatı var. Amma mənə elə gəlir ki, az adamda məlumat olar ki, həmin Çernobıl Atom Elektrik Stansiyasının rəhbərinin, direktorunun taleyi necə oldu. Bu müəssisənin rəhbəri, direktoru Viktor Buryukhanov idi. Viktor Buryukhanov partlayış baş verən zaman artıq təcil olaraq Moskvaya çağırıldı, günahlandırıldı və həbs olundu. Viktor Buryukhanov həm də radiasiya almışdı, yəni şüalanma almışdı. Onun səhhətində problemlər vardı, lakin Sovet İttifaqı onun müalicəsini öz üzərinə götürmədi və onu müalicə etməkdən imtina elədi və beləliklə də o 10 il müddətinə azadlıqdan məhrum edildi. Əslində bu işdə Viktor Buryukhanovun heç bir günahı yox idi. Əslində tikinti zamanı, atom elektrik stansiyasının tikinti zamanı Sovet akademiklərinin və mühəndislərinin ciddi səhvindən bu hadisə baş vermişdi. Lakin Sovet İttifaqı bu səhvləri etiraf etmirdi. Çünki bu səhvləri etiraf etmək Sovet elminin nüfuzuna xələl gətirə bilərdi. Və beləliklə də 10 illik cəzasını başa vurduqdan sonra Viktor Buryukhanov atom elektrik stansiyasına Çernobıla gedir. Oranı gəldikdən sonra qayıdır gəlir və 20 ildən sonra o ictimaiyyətlə, əhali ilə görüşə çıxır və orada bəzi məsələlərə aydınlıq gətirir və həmin görüşdə məlum olur ki, partlayış zamanı oranı yeganə tərk etməyən adam həmin müəssisənin direktoru Viktor Buryukhanov idi. Viktor Buryukhanov aldığı şüalanmaya baxmayaraq 86 yaşında dünyasını dəyişdi. Allah rəhmət eləsin, kanalıma abunə olmağı unutmayın.